يا أبا عبد الله يا جعفر بن محمد أيها الصادق يا ابن رسول الله Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla salamlayıram Zəhra TV-nin izləyicilərini, biri-birindən dəyərli, biri-birindən əziz izləyicilərimizi salamlayıram. Bugün İmam Sadiq əleyhissalamın şəhadət günüdür. Başda ağamız, sərvərimiz, rəhbərimiz, başımızın tacı, gözümüzün nuru İmam-ı Zaman ağa olmaqla Əhl-i Beyt aşiqlərinə, İmam Sadiq əleyhissalamın məzhəbinin davamçılarına inşallah ki, başsağlığı verirəm. Allah ağamız İmam-ı Zamanın zuhurunu təcil eləsin, vücudun bir bəla eləsin. Bugün bizimlə birlikdə dəyərli alimimiz Azərbaycandan İmam Sadiq məscidinin dəyərli ruhanisi, əzizimiz Şeyx Sadiq ağa buradadır. Allah hacının ömrünə, elminə bərəkət versin və hacının timsalında cəmi ruhanilərimizi, alimlərimizi Allah yerin göyün bəlasından hifz eləsin inşallah. Mən əvvəldə hacımızı salamlayıram və hacımızdan da istəyirəm ki, bir izləyicilərlə bir salamlaşsın inşallah. Allah sizdən razı olsun Hacı. Bismillahirrahmanirrahim. La havle ve la kuvvete illa billahil aliyyil azim. Ve sallallahu ala seyyidil mursalin ve ala ehli beytihil etyebin. Ve la'nud daim ala a'daihim ecma'in minel an ila yevmiddin. Amma ba'd. Allah'ın salamı olsun Zəhra televizyosunun izləyicilərinə, əziz aparıcımız, gözəl Əhl-i Beyt məddahı Hacı Aydın Rıza qardaşımıza, əməkdaşlara inşallah. Və İmamət səmasının 6-cı parlaq günəşi Həzrəti İmam Cəfər-i Sadiq əleyhissalam, Sadiq-i Ali Muhammedin şəhadəti münasibəti ilə başda Mövlamız İmam-ı Zaman əleyhissalam olmaqla bütün Əhl-i Beyt sevərlərə Allah'tan əcr diləyirəm və Allah Teala dünyada ağamızın bəqidə olan o məzlum qəbrinin azad şəklində ziyarətin, ahirətdə onun mübarək şəfayətin hamımıza nəsib edəsin inşallah. İlahi amin. Dualarınıza amin deyirik. Allah cəmi arzusunda olanlara o bəqi ziyarətin tezliyi ilə nəsib eləsin. Amin ya Rabbi. Hacıcan, çox vaxt itirmədən istəyərdik ki, İmam Sadiq əleyhissalamın şəhadəti ilə bağlı sizdən o dəyərli, bərəkətli nəfəsinizdən bəhrələnək inşallah. Allah sizdən razı olsun inşallah. Əvvəlcə İmam Cəfər Sadiq əleyhissalamın həyatına bir qısa baxış edək inşallah. Sonra inşallah mənaqibindən, fəzilətindən və şəhadətinin şəraitindən inşallah gücümüz çatan qədər, vaxtımız yetən qədər danışarıq inşallah. İmam Cəfər Sadiq əleyhissalamın bilirsiniz adı Cəfərdir, Həzrəti İmam Cəfər əleyhissalam. Sadiq ağanın məhşur ləqəbidir. Atası İmam Muhammed Baqir əleyhissalamdır, anası Ümmü Fərvədir, Fatimədir, Qətibədir. Neçə dənə ad deyiblər ağanın anası barəsində. Nəsil etibarı ilə anası Muhammed ibn Əbu Bəkrin nəvəsidir. Yəni Əbu Bəkrin nəticəsi olur. Həzrəti İmam Sadiq əleyhissalamın anası Fatimə. Muhammed ibn Əbu Bəkir özü Əsma binti Ümeysin oğludur. Ana tərəfi, ata tərəfi Əbu Bəkirdir. Əsma binti Ümeysi Həbəşdən Cəfər Təyyar özü ilə gətirib, yəni ailə qurub gətirib. Cəfər Təyyar Mu'tə qəzvəsində dünyasını dəyişəndən sonra Əsma xanım Zəhraya çox bağlı idi. Sonra Cəfər Təyyar şəhid olandan sonra o
ailə qurub Əbu Bəkirlə. Muhammed İbni Əbu Bəkir ondan dünyaya gəlib və bundan sonra Muhammed İbni Əbu Bəkir körpə olanda Əbu Bəkir dünyadan gedəndən sonra Əsma Əli əleyhissalamla ailə qurub. Və Muhammed İbni Əbu Bəkiri Əli əleyhissalam tərbiyə eləyib, hətta özü Muaviyyəyə qarşı döyüşdə Süffin müharibəsində şəhid olub. Və onun da nəvəsi Fatimə və yaxud da Ümmü Fərvə və yaxud da Qətibə bayaq ərz elədiyim kimi İmam Baqir əleyhissalamla ailə qurub, ondan İmam Cəfər Sadiq əleyhissalam dünyaya gəlib. İmam Cəfər Sadiq əleyhissalamın bir ləqəbi də Şeyxul Əyməd, imamların şeyxi, qocası. Əslində, o biri imamlarımız daha az yaşadığına görə imama ona nisbət deyirlər. İmam Sadiq ağa 65 yaşında şəhid olub. 65 yaş indi imamlara nisbət deyirlər, yoxsa nə qocalıqdır. Və imamın 65 yaşının 31 ili imamət dövrü olub. Çox keşməkeşli imamət dövrü olub. Hicrətin 83-cü ilində imam dünyaya gəlib. 148-ci ildə Məlun Mənsur Dəvanəqinin əli ilə zəhərlənərək şəhadət yetişib. Birinci nöqtəni dərz edeyim, Hicrətin 148-ci ili İmam Rıza əleyhissalam da dünyaya gələn ilidir. Yəni, nəvəsi dünyaya gələn ili İmam Sadiq əleyhissalam dünyaya vida edibdir. Və İmamın həyatına baxanda İmam Baqir əleyhissalam öz anasının barəsində buyurur, anam Fatimə təqvalı, imanlı və xeyrxah qadınlarındandır. İmam Səccad əleyhissalam dünyadan gedəndə İmam Sadiq əleyhissalamın 15 yaşı vardı. Atası İmam Baqir əleyhissalam dünyadan gedəndə ağanın 34 yaşı vardı. Bayaq ərz elədim, imamət dövrü 31 il olub, 34 yaşında imamətə çatıb. Hicri 132-ci ildə İmamın həyatında daha bir önəmli nöqtə nəyi cəlb eləyir bizi? Hicrətin 132-ci ilində Quran-ı Kərim bir lənətlənmiş nəsrə işarə eləyir, Şəcərətül Məlunə. Allah Quran-ı Kərimdə Qədr surəsində buyurur, Leylətul qədri xeyrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan əfzəldir. Hədislər buyurur ki, bu 1000 ay 83 il 4 aya bərabərdir. O da Əməvilər sülaləsinin hakimiyyət dövrüdür. Onların süqutu şükür Allaha 132-ci ildə süquta uğradılar. Hakimiyyət Əbbasilərə keçdi. İmam deyəcəm inşallah söhbətimiz boyu bu toqquşmadan necə səmərəli istifadə elədi. Amma imamın həyatının çətinliyi elə biri də bundadır ki, iki hakimiyyətin zalimları dövründə imam yaşadı və imamlıq fəaliyyəti göstərdi. Hicrətin 105-dən 125-ə qədər Hişam İbni Əbdülməlik Əməvilərin xəlifəsinin dövründə yaşadı və İmam Sadiq əleyhissalamı Şama atası İmam Baqir əleyhissalamdan sürgün eləyən də bu olub. Vəlid İbni Yazid İbni Əbdülməlik Hicrətin 125-ci ilindən 126-cı bir il cəmi xilafətdə olub, amma İmam Sadiqin dövründə olub. Yazid İbni Məlik İbni Əbdülməlik, Yazid İbni Vəlid İbni Əbdülməlik 126-cı hicri qəmər ilində İmam Sadiq əleyhissalamın dövründə bu da xəlifə oldu. İbrahim İbni Vəlid İbni Əbdülməlik 70 gün çəksə də, amma İmam Sadiq əleyhissalamın dövründə 4 dənə Əməvilərin, yəni bu Muaviyyə sülaləsinin gördüyü xilafətini və nəhayətdə Mərvan İbni Muhammed, Mərvan-ı Himar adı ilə tanınırdı. 6 il İmam Sadiq əleyhissalamın dövründə xilafətdə olub. Əbbasilərin dəyişəndən sonra imam onların ikisini görüb. Əbdullah İbni Muhammed Səffah 5 il hakimiyyətdə olub. Əbu Cəfər Mənsur Dəvanəqi ki, İmam Sadiq əleyhissalamın qatilidir, 137-dən 158-ə qədər hakimiyyətdə olub. Mənsur Dəvanəqi İmam Sadiq əleyhissalama çox zülümlər eləyib. Mən bir nöqtəni ərz eləyirəm, sonra hissə-hissə inşallah icazəz olsa deyərəm. İmam Sadiq əleyhissalamı daim təzyiq altında saxlayıb.
oturub özü Peyğəmbərin əbasını atıb çiyninə. Cəmaata deyir, bu çiynimdəki Peyğəmbərin əbasıdır. Cəmaat gəlir, Mənsurun əlini öpürlər, Mənsuru ziyarət edirlər. İmam Sadiq ağa oturub kənarda. Həzrət buyurur, bu necə olan işdir? Peyğəmbərin əti, qanı, canı, balası qalıb burada. Amma gediblər Peyğəmbərin əbasına görə Mənsuru, bir zalimi ziyarət edirlər. Mən deməli nöqtədir əslində bugün. İslam aləminə buradan səslənirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm İslam ümmətinin nicatı üçün 2 ağır əmanət qoyub. Biri Qur'an, biri Əhl-i Beyt əleyhissalam. Heç yerdə Peyğəmbər mənim əbamdan və tükümdən müğayət olun deməyib. Peyğəmbərimiz bir dəfə həcdə olub, Həccətül Vidada, orada minada başını qırxdırıb, müsəlmanlar təbərrükən onun saçının hərə bir tükündən götürüb. İndi bütün müsəlman ölkələrində az qala Peyğəmbərin saçının tükündən muzeylərdə saxlanır. Məsələn, biri də Türkiyədə Topqapı Sarayında Peyğəmbərimizin həm saçının tükü, həm də əbası, hırka deyirlər türk qardaşlarımız, saxlanılır. Nə gözəl. Peyğəmbərdən qalan hər bir şey yadigardır bizə. Hörmətlə qarşılamalıyıq. Hətta Topqapıda televiziyadan mən görmüşəm, yaşıl bir otaqda, yaşıl sandığın isə yaşıl mücrü, böyük adamlar, vəzifəlilər, rəhbərlər gəlir onu ziyarət etməyə. Nə gözəl. Amma Peyğəmbərimiz axı buyurub, mənim Qur'an və Əhl-i Beytdir ümmətimin hidayəti üçün. Kaş o tükə qoyduğumuz hörməti İmam-ı Sadiqə qoyardıq. İmam-ı Sadiqin bugün qəbri sökülmüş halda, bir üzr istəyirəm, qoca nənənin qəbrinə ziyarətə getmək olar. Amma Peyğəmbərin balası İmam-ı Sadiqin qəbrinə ziyarətə getmək olmaz. Mənsurla İmam Sadiq ağanın bəzi söhbətlərini inşallah verilişlər boyu ərz eləyərik. İmamın həyatından inşallah dedim bir neçə nöqtəni ərz eləyim. İnşallah vaxt qalsa davam eləyərik. İmam Sadiq əleyhissalamın 10 övladı olub. 7 oğlu olub, 3 qızı. Oğlanları İsmaildir, Əbdullah Əftəhdir. 3-cü oğlu İmam Musa Kazım əleyhissalamdır. İshaqdır, Muhammed Dibajdır, Abbasdır, Əlidir. Qızları Fatimə, Əsma və Ümmü Fərvədir. İmam-ı Sadiq əleyhissalamın, mən bu cümləndə deyim inşallah, elə bilirəm, vaxt məni qovur, vaxt qalsa inşallah əmr eləyərsiz, davam edərəm. İmam-ı Sadiq əleyhissalamın dinimizdə o qədər önəmli həyatında bizim üçün nöqtələri var. İmam-ı Sadiq əleyhissalam Əməvilərin iflic elədiyi İslamı neçə cəhətdən dirçəltdi. Yəni, Əməvi təfəkkürün sındırdı şükür Allah. Birinci, bilirsiniz, Muaviyə pul verirdi. Quranda Əli əleyhissalam haqqında olan ayələri tamam Əmir-ül-Mömin əleyhissalamın düşmənləri barəsində təfsir etdirdi. Məsələn, Bəqərə surəsinin 207-ci ayəsi və minən nası mən yəşər nəfsəhu ibtiğa mərdatillah vallahu raufun bil ibad. İnsanlardan elələri var, canlarını Allah razılığına satarlar. Allah bəndələrinə raufdur, mehribandır. Bu ayə Əli əleyhissalam barəsindədir ki, Məbit gecəsində Peyğəmbərin yerində yatanda, Peyğəmbər Məkkədən Mədinəyə köçəndə ayə nazil olub. Muaviyə deyir, bunu əgər mənim üçün Raviyə deyir, sənə 400 min, məsələn, Səmurat İbn-i Cündəbə, Peyğəmbərin səhabəsinə, deyir, 100 min verim sənə, 100 min dirhəm verim sənə. Denəm, bu ayə 207-ci ayə Əmərasın barəsindədir. Amma onun dalıca gələn ayə Əlinin barəsindədir, əks. Deyir, 100 olmaz, 200 deyir, olmaz, 300, 400 min dirhəm alır, ayəni Əmərasın barəsində təfsir edir. Yəni, Quran ayələrin belə təhrifə uğratmışdı. İmam-ı Sadiq əleyhissalam gəldi, bu Əməvilərin süqutundan sonra baxın təfsirlərə, ay İmam-ı Sadiq sevərlər. Elə bir ayə yoxdur ki, İmam-ı Sadiq əleyhissalam haqqında orada rivayəti bəhsi olmasın. Harada Əhl-i Beyt əleyhissalam haqqında olan ayələri bizə, indi hardan bilir imamət ayələrin? İmam-ı Sadiq Quran təfsirinə can verdi, ihya elədi. İkincisi, İmam-ı Sadiq əleyhissalam sünnət-i Peyğəmbəri diriltdi.
Peyğəmbərimizin hədislərinə çox əl uzatmışdılar. Saxtakarlıq eləmişlər Əməvilər. O qədər saxta qondarma hədis etmişlər. İmam-ı Sadiq əleyhissalam baxın hədislərə, ən çox hədis İmam-ı Sadiq və İmam-ı Baqir əleyhissalamdan əmələ gəldi. Yəni ortaya bu günləri qoydu İmam-ı Sadiq əleyhissalam. Və ondan sonra üçüncü sünnət-i Peyğəmbəri dedik. İmam-ı Sadiq, bunu da deyim inşallah, yəqin vaxtımız inşallah yekunlaşır. İmam-ı Sadiq əleyhissalam İhya-i imam, sünnət-i imamət edir. Yəni, imamətin yolun diriltdi. Baxın İmam-ı Sadiqin hədislərinə. İmam-ı Sadiqə qədər Əli əleyhissalamın qəbri gizlindi. Əməvilərin zülmündən. İmam-ı Sadiq əleyhissalam ilk daşı Əli əleyhissalamın qəbrinə İmam-ı Sadiq əleyhissalam qoyub. O tanıtdırıb. İmam Hüseynin ziyarətinə təşviqi İmam Sadiq əleyhissalam edib. Tamam imamətin, təbliğatın kəskin şəkildə dirildən İmam Cəfər-i Sadiq əleyhissalam oldu. Allah dünyada, inşallah sonraki verilişlərimizdə davam edəcək. Allah dünyada İmam Cəfər-i Sadiq əleyhissalamın ziyarətin, ahirətdə şəfaətini əlimizdən almasın. Yəqin ki, inşallah siz həzin nöqtələrə işarə edəcəksiniz. Mən bir cümlə ilə icazə özümdən həzin nöqtəyə işarə edeyim. Siz buyurun ki, rahat inşallah keçid edək. Allah həzir versin inşallah. Kaş imaməti dünya tanıya. Mənsur İmam-ı Sadiq əleyhissalamın qatilidir. Neçə dəfə gətirib saraya. Dedim axı Şeyxül Əyimmədir, imamların qocasıdır. 65 yaş bir şey olmasa da İmam Sadiq 65 yaşında o qədər zəifləmişdi, bədən hiss olunmurdu. Sanki baxırdın, deyirdin, baş bilinir, bədən çox zəifləmişdi. İnsan nə qədər əziyyət çəkər, nə qədər qorxu keçirlər. Oturub evində qapını döymürlər. Allahın imamının evinə üstdən bacadan düşürlər, ev paltarları ilə götürürlər, qoymurlar bir çöl paltarın giyə. Ağa bir icazə verin, dəstəmaz təzəliyim, icazə verin, paltarımı dəyişim. Ev paltarı ilə ağanı götürürlər, süngü qabağında Mədinənin küçələrində gətirirlər. İmam yolda at qabağında gəlir, yorulur, dayanır o Mədinənin küçəsində divara. Deyir, İlahi, vəc'alni mərarətə xavfəz zaliminə halavətəl əmənə. Allah bu zalimların qorxusunun, acılığın mənim üçün əmin-əmanlıq şirinliyindən əvəz elə. O divara söykənəndə yadına İmam Sadiqin bir divar düşür. O Mədinənin divarındakı nənəsi Zəhranın o divara dəyməsi İmam Sadiqin yadına düşür. Elə o gəlişi İmam Sadiqin də son gəlişi olur. Sallallahu aleyke ya Əba Abdillah. Ya Əba Abdillah, ya Cəfər ibn Muhammed, eyyuhəs sadiqu ya ibn Resulillah, ya hüccətəllahi xalqi, ya seyyidena və mevlana, İnnə təvəccəhna və istəşvəna və təvəzzəlna bikə iləllah və qəddəmna beynə yədəy hacatina, ya vəcihən indəllah, işvə lənə indəllah, ya vəcihən indəllah, işvə lənə indəllah. Reisi mezheb iman, İmam-ı Sadık'dir. Vilayet ehline sultan,
İmam-ı Sadık'dir. Bu xalqi aləmə məktəbi səadət gətirib, edən cahanı gülüstan İmam-ı Sadıqdır. Dözən hər bir çətinliyə həqiqət uğrundayam. Cahanda rövnəqi Qur'an İmam-ı Sadıqdır. Əbəs deyil ki, əbəs deyil ki, şərəf tapdı Cəfəri məzhəb. Səbəb bu izzətə hər an İmam-ı Sadıqdır. İmam-ı Sadıqdır. Dəyərli ustadımız işarə elədi. O zamanın xəlifəsi Mənsur Dəvanəqi göstəriş verdi, dəstur verdi. Dedi, gedin İmam-ı Sadıqı götürün, gəlin. O məmurlar ki, o görevli idilər, gəldilər İmam-ı Sadiq ağanı evindən, qollarından götürüb aparırlar. Ağam təlaş ilə gəlir, amma o Bəni Haşim küçəsi. O küçədə imamların ürəyi yandı, İmam-ı Həsən nə çəkdi? Gördü o məmurlar, gördülər, İmam-ı Sadiq ağam bir ayaq saxladı, əyildi, üzün qoydu bir divara, yana yana ağlayır. Sual elədilər, İmam-ı Sadiq, niyə ağlayırsan, niyə ayaq saxlamısan? Dedi, bu Bəni Haşim küçəsində mənim nənəmə elə bir sili vurdular. Ya Zəra, ya Zəra, ya. İmam-ı Həsən ağa elə bir müsibətin şahidi oldu. Baxın, o yerdən keçəndə İmam-ı Sadiq ağa ağlayırdı. O müsibəti gözü ilə görməyib, amma imam idi, imamət elmi ilə dərk eləyirdi. Amma İmam-ı Həsən ağa orada nə çəkdi, ilahi? Elə ki, o zalim xanım Zəhranı vurdu, xanım üzünün dərdinə düşmədi. Bir yol üzün dolandırdı İmam-ı Həsənə, Gövhəri nabəm, məhəki neynirəm oğlum, göylərdə bağım var, fədəki neynirəm oğlum, neynək, qoy bu dərdi qəmdə qəddimə insin, oğul, qorxdum məndən sonra o ağır əl sənə dəysin. Ələ lənətullah aləl qavvəz-zalimin. Allahümmə salli alə Muhammedin ve Ali Muhammed. Gülüm Zəhra nə tez oldun, gülü gülzara döndərdün, yanan xanəm qalıb sənsiz, dildara göndərdün. Yanan xanəm qalıb sənsiz,
dini dildara gönderdin. Hasaneynin gözü yaşlı, yetim kaldı göher barım. Bugün Heydər kalıp sensiz, onu biçare gönderdin. Ana Zehra, Ana Zehra, Ana Zehra, Anam Zehra, Anayam Zehra, Anam Zehra, Anaya Zehra, Anam Zehra. İnşallah değerli hazımız, elə bilirəm ki, bugünkü bu ifamızla sizin o İmam Sadiq Ağa haqqında olan incə nöqtələrə ki toxundunuz, dəyərli izləyicilərimizə bir göz yaşı əgər axıtmağında səbəb olduqsa, xoş bizim halımıza və bu göz yaşları ilə ağa sizdən 1 dəqiqə, 2 dəqiqə dua istəyərik. İnşallah onu ilə də tamam eləyərik inşallah. Dünyanın ən çox möhtac olduğu şey bu günləri imaməti tanımaqdır. Yəni ona görə deyirəm bu sözü ki, bütün İslam dünyası deyir Allah var və təkdir. Allah barəsində ixtilaf yoxdur. İndi bəzi əqidədə fərqlər olsa da. Bütün İslam aləmi deyir Həzrət Rasulullahı təsdiq edir, şəhadət edir. Bütün İslami əqidələr deyirlər, bütün İslam aləmi deyir Qur'an səmavi kitabdır, Allahın kitabıdır. Bütün İslam aləmi deyir Kəbə qibləmizdir. Yəni bura qədər heç bir ixtilaf yoxdur. İslam aləminin parçalanmağına səbəb Allah göndərən imamı tanımamaqdır. Əgər bugün İslam aləmi bir dəfə sıçrayış edib, ayılıb, qəflətdən ayılıb, imamı tanısa, haqq olan imamı tanısa, biz İmam-ı Cəfər Sadiq əleyhissalamla danışırıq, onun şəhadətindən danışırıq, nəsəbinə görə Peyğəmbərin balası olduğuna görə danışmırıq ki, o Allahın yer üzərinə göndərdiyi 6-cı haqq olan xəlifə, imam olduğuna görə onu danışırıq və dünyanın müşkülü bundadır. Allah'a and verirəm, İmam-ı Sadiqin hörmətinə, aleyhissalamın hörmətinə Allah Teala dünyaya imaməti tanımaq fərasəti versin inşallah. Allah Teala imamətin həqiqətin dünyaya tanıttıran İmam-ı Zamanın zuhurun təcilləsin. Və bəqidə İmam-ı Sadiq əleyhissalamın özü kimi məzlumiyyətə uğramış qəbrinin ziyarətin hamımıza azad şəkildə nəsib eləsin inşallah. Dünyada bilirsiniz, Əhl-i Beyt düşmənləri imamın qəbri ilə onu sevənlərin arasında bu günləri mane edilər. İstəmirlər tanıyalar, istəmirlər biri gəlsin, ziyarət eləsin. Allah tezliklə elə bu Şəvval ayı həm İmam-ı Sadiqin şəhadətidir, həm də elə Bəqi qəbirstanlığının da 8-ci Şəvvalda münhədim olan, dağılan günüdür. Allah o Bəqi qəbirstanlığının haqqını özünə qaytarsın inşallah. Allah bizi İmam Sadiq məktəbindən ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Təşəkkür edirik. Allahın amanında olasın. Və Zəhra TV-nin dəyərli izləyicilərinə inşallah növbəti silsilə şəkildə olan İmam Sadiq əleyhissalam haqqında verilişlərdə görüşərik inşallah. İnşallah. Allah'a əmanət olasın. Ya Əba Abdillah, Ya Cafer ibn Muhammed, Eyyuhas Sadiku ya ibn Resulillah.